Zəhrimar. Bəbəyək. Mən Ayinəm. Bu Ukadır. Anamdır bu mənim tanış oyun. Mən bu günlər dəymişəm. Sayam bəbəyə. Mən bu günlər deyəndə gümə yeki havaçı. Mən bu günlər dəymişəm ən gözəl yorum yayı oxumağa sizlər üçün. Ən qəşəng yorum yayı. Buradan da üzümü tutub deyəyəm. Bizim bu videoya ən seçilmiş, ən gözəl, belə dünyada işlədilməyən ən mənalı sözlərdən yorum yazan, gözəl yorum yazan izləyicini Mozu seçəcəm. Ona hədiyyə göndərəcəm. Oyla əlaqə yaradacağım. Ünvanını soruşacağım və istəsə görüşərik oyla, istəməsə evinə hədiyyəsini göndərəcəm. Başlayırıq. Öpüyorum sizi. Düzgün cavab ver. İki ağaçsa. Deməli, Ulka bacı və Aylin, siz ikiniz də həyatın ən parlaq çiçəklərisiniz. Biri zəriflik, biri işıq dolu. Sizin kimi gözəl insanlar dünyanı daha parlaq, daha dəyərli edir. Sizin enerjiniz, gülüşünüz hər yeri işıqlandırır. Sevilirsiniz. Ulka bacı, səndə müdriklik var. Aylin, səndə isə parlaqlıq. Bir yerdə mükəmməlsiniz. Çox sevdim bu kommenti. Çox sevdim həddindən artıq. Hətta girib cavab da yazmışam ona ki, wow, nə gözəl komment yazmışsan. Təşəkkür. Quzum, buradan səni öpürəm. Yəni bu dəqiqəyə qədər yox, bizim bu çəkilişimizə yazan ən gözəl kommenti seçəcəm də, yəni, amma bu keçdi şey. Buradan səni öpürəm. Çox sağ ol, gözəl iltifatıma görə doğrudan çox bəyəndim, çox gözəl. Aldığım ən gözəl yorumlardan biri idi. Çox qəşəng idi də, yəni də çox qəşəng idi. Təşəkkür edirik, biz də sizi sevirik. Yazıb ki, nə gözəl, gözəl günün olsun həyatım. Ay Allah, Ulka xala, heyran qaldım. Ayanın şirinlik və gözəlliyi. Bu ayada anamın adı Ayindir. Aya deyin. Bu nə yazmışdım? Ayayla Ulka xalaya heyran qaldım. Ayanın şirinlik. Ayan deyil. Hə, ayadı da. Hə, o mənada yazıb da. Yaxşı bağışlam. Təşəkkür edirəm sənə. Təşəkkür edirəm. Mən bəbəyəm, mən üzüyü oya bir əsəf oxuyam. Təşəkkür edirəm. Bir də yazıb gezəyək. Nazə deyib gezəyək. Təşəkkür edirəm. Ürək smailik qoyanlar da öpürəm buradan. Biri də yazmış, gözəllər gəldi. Hər zaman gələcək. O pis 40 sözlər yazanlar var. Öyün, çatlayın, patlayın. Buradan izləyicilərimizə sual verək. Ulka şirindir və gözəldir, yoxsa Ayin? Ulka. Bu ayada mənim adımı orada yazıb soruşanlar, mənim adım Ülviyyədir. Ülviyyə, bunu da belə bilin. Çəkin məndən. 6 ilin sonunda nəhayət adını ifşa elədim burada. Mən TikTokda, YouTube'da yox, TikTokda məşhur idim. TikTokda məni tanıyırdılar. YouTube'da Aylin sayəsində tanındım. Və 6 ildir TikTokdayam. Heç vaxt öz adımı deməmişdim. İlk dəfə burada sizə deyirəm və sizi çox sevirəm. Bəs neçə yaşın var? 11, 12 olacaq. Sonra çox gözəlsiz Aylin, anandan mənə salam, anana da məndən salam göndər. Adım isə Nuraydır. Sizi çox sevirəm. Nurayım, çox sağ ol həyatım. Burada sənə kommentdə yazmışam ki, biz də səni Nurayım. Yəni çox sevirik. Nuray, öpürəm səni. Təşəkkür edirəm. Video nə vaxt gələcək? Abdurrahman imkan verin də. Gözəl mamanın neçə yaş var? 11, 12 olacaq. Sayam Aylin, nə olar? Ta ki video at, ananla yaraşırsınız. Ananın adı nədir? Ülviyə. Anamla yaraşırıq. Biz evlənmişik. Əyət etmişəm mən buna. Wow. Yox, öpmə. Yazılıb wow. So ya. Aylin, çox gözəlsən, anan da. Ya, öpürəm sizinlə. Hamı bizi Təşəkkür burada. edirəm. Adları demirəm, uşaqlar birdən sıxılarsınız, birdən nə bilim olar da. Əgər istəyirsinizsə yazarsınız, gələn dəfə inşallah oxuyarım. Aylin, səni də ananı da çox sevirəm. Vallahi elə bildim bacısınız. Ananız çox cavandır. Budur da anamın bebəyəm, bebe. Sizi sevirəm, adaşım. Buradan bütün ailələri sevirəm, öpürəm, bağrıma basıram, çoxlu. Hamınızı sevirəm, amma ailələr 1-0 qabaqdadır. Çünki mənim qızımın adı Aylindir. Adaşım, salam.
Aylin, bu ne güzelliktir belə. Özünü az paylaş da. Bir gün Ulkaya da sənə də gözüm dəyəcək. Sevilirsiniz gözəllər. Sizin gözünüz bizə dəyməyəcək. Siz təki yazın. Təşəkkür edirəm. Sizin gözünüz əksinə bizə yaxşı cəhətdən dəyəcək. Gözəllərim gəldi. Bəli, biz gəlmişik. Sonra çox qəşəngsiz axı. Ulka xalanın şirinliyi şaka mıdır? Şakadır, şaka. Çox iyi şakadır. Aylin çox gözəlsən. Puy deyi buna. Anama puy deyi. Anama haşı kişi sənə puy verəcək. Anama puy deyi. Mənə də verəsən. Nə qədər verəsən? 100 manat. İnşallah. Bir də məyi maddədir. Əyi də qoyarsa üstünə 100 verəsən. Sonra Ayliş yeni video nə vaxt gələcək? Atı yox da imkan deyil. Ayda Ulka idolumdur da, çox gözəl diye maşallah. Ya. Sevdim bu video. Bir dəqiqə, Ulka idolundur. Bəs mən nə ya? Hani bütün kommentlər sənə qəşəng gəlib də. Qaşığı qaydınma, paxıyı olmaz. Adam bayasına paxıyıq eyəməz. Öpürəm səni həyatım. Orada sonra yeni saç stilim necə də ana elədi bu saç stili. Dağınıq qəşəngdir. Dedi ki dağınıq gözəldir. Yaraşır ayına. Yorumlara yazın. Bunu qıyağın dayana vermə boydan. Nəysə. Yaxşı ki siz varsınız gözəl bacılarım. Sizə baxıram başım qarışır. Siz də yaxşı ki varsınız. Sonra gözəllər, gözəlliklərim, adaşım, Aylişim, gözəlim, Ulka xala ilə videolar çox gəlsin. Linçləri oxuduq, video yenə gəlsin. Bizə gələn qəşəng yorumları oxuduq, gəlsin aşkım. Tamam. Ulka xala makyajsız daha gözəldir. Ya, şəfsiklərim mənim. Təşəkkür edirəm. Qızlarım, uşaqlarım, mən sizin gözünüzdə gözələm. Kim ki gözəl görür, deməli onların qəlbi gözəldir ki, gözləri gözəl görür. Ulka xalanın baxışları. Bəli. Sonra Aylin nola Halloween makyajı gəlsin. İnşallah Aylin neçə gündür deyir. Mən də deyirəm ki, inşallah çəkəcəm. Mənim vaxtım yoxdur. Çünki onun üzünün Halloweenini mən çəkəcəm. Qoyub mənim üstümə. Onda mən eləyəcəm. Baxarsınız və mən bir il çəkmişəm əslində. Hal-hazırda TikTok taslağımda var, amma heç bəyənməmişəm. Ona görə məcbur atmıram. Yenisini çəkəcəm. Aylin bacım, nə olar gözəl yorumları oxu. Səni Ulka bacı çox sevirəm. Yaxşı ki varsınız. Love you. Ulka xala, Aylin bacı, sizi öpürəm. Ən sevdiyim YouTuberlərdən birisiz. Ya, Şəfşik, biz də sizi çox sevirik. Mən də sizi çox seviyorum. Siz də yaxşı ki varsınız. Öpürəm sizi. Yaxşı ki varmısınız, əlbəttə ki. Biz də sizi çox sevirik. Qəşəng yorumlarda oxuyuruq. Ay Allah, nə şirinsiz belə. Çünki səhərlər şincay içirik. Yox, səhərlər şincay içirik. Niyə yayan danışırsan? Düz danış. Səhərlər bir şincay içirik. Sonra çox gözəldir axı. Bəli, yiyərəm sizi. Biz də sizi yiyərik. Yumurta tavacına 2 dənə beyəsini duyayıq sizi. Atayıq yiyəyik. Yanında da pomidor. Sonra gülüşlər, ürəklər qoyublar. Sizi sevirəm. Biz də sizi sevirik. Burada biri var yazıb sizi heç sevmirəm düzünə. Flankəz. Biz də səni heç sevmirik. Ürəyimiz də getmir sənin üçün. Kimi sevirsən sev. Bizim bizə yorum yazırsansa videoda, deməli sən bizim artıq fanatımızsan. Videoma, yəni ananın olmadığı bir videoma gələn yorumları oxuyuruq. Onda başlayaq. Aylinin dillər danışdığı Koreya dili, Rus dili falan o videosuna, Shorts'dur bu. Shorts atdığı videoya gələn yorumları oxuyuram. Ay Allah, bülbül kimi danışdı. Çincə də danışdı. Çincə yox, Koreya dilində danışdı. Aylin dili, hello, Ulka dili, anam Zəhimay bəyi. Bəli. Ananla abur-cubur Aysmir videosu gəlsin. O da gələcək inşallah. Koreya dilini necə öyrəndin videosu çəkə bilərsən? Koreya dilini necə öyrəndim videosu səhifədə var. Nə gözəl danışdın, malades. Çox sağ olun. Maşallah gözəlim, nə gözəl deyirsən, böyümüsən gözəlim. Bəzilərinə çatmır, deyirlər yaşına uyğun geyin. Gedin baxın 10-11 yaşında uşaqlar necə geyinir. Ailəsi icazə verir. Qızın həyatıdır, qarışa bilməzsiniz. Linçləyirlər. Fikrinizi söyləyin. Mənim geyimimə qarışınca gedin öz uşağınızın, öz ailəvizin geyiminə qarışın. Sizin heç kimin geyiminə qarışma haqqınız yoxdur. Gəlib burada cəmaatın qızının qeyrətini çəkməyin. Bəyi. Nə qəşəng danışdın?
Yadımdan çıxdı. Uşaq mən arada belə gedirəm o üstünə. Aylin çox maraqlı alınıb. Ya, çox sağ ol sizin sayənizdə. Ulka dili. Zəhrimar. Öldüm. Aylin bacı nə olar vlog gəlsin səhər videosu. Gələcək inşallah. Səhərlər dura bilmirəm uşaqlar. Ona görə çəkmirəm. Ən çox bu videonu sevirəm Aylin. Mən də çox o şortsumu sevirəm. Ne gözəl danışdın Aylin. Çox sağ olun. Mənim adım da Aylindir. Adaşım salam. Öpürəm sizi. Əlasan aşko. Siz də əlasız. Çay çinüstü Aylin. Necə Sağ ol verir. Yazısından başa düşmək. Ola bilər sağ ol. Hə. Malades. Mayades eşeğe deyir. Aferin deyir. Adam eyə deməz. Mənim anam mənə eyə öyrədib. Adam eyə deməz. Şöyle çox əla part 2 deyənlər. İnşallah gələcək. Gözəlim, maşallah. Əlasan, çox şirinsən. Danışığın mükku. Mikko, hə. Mükku, çox gözəlsən. Bayılıram Aylişim sənə. Anan da çox tatlıdır. Çox sevirəm onu da. Biz də sizi çox sevirik. Hamınızı çox sevirik və hamınızı Çox sevirik. Oya bilməz ki, siz bizim sizi istədiyimizdən çox sevəsiniz. Bu mümkün deyil. Gəlin məcəyək. Eyin. Parmağımızı tutun. Yox, onlar bizim parmağımızı tutun. Məcəyədir. Ağdaş, qayadaş. Bana sağ verin. Uşaqlar, parmağımızı uzat. Hə, uşaqlar, birimizin parmağımızı tutma şansımız olsa, hansımızın parmağını tutardın? Bəli, bu sualı orada sabitləyəcəyik. Bəli. Ən çox yorum kimə gəlsə, deməli odur sizin Bəli. nəyiniz? Sevdiyimiz insan. Sevdiyiniz. Öpüyorum sizi. Sonra bu dilləri hardan öyrənmisiniz? İngilis dilini illərdir hazırlığa gedirəm. Məktəb, belə PK-lar oynayıram, nə bilim proqramlar. Koreya dilini necə öyrəndim var. Rus dilində də çox bilmirəm. Mamam sayəsində bir-iki cümlə bilirəm. Belə türkdən Azərbaycan dilində o mənim öz dilimdə də zaten. Çünki rus dilinə həvəsi yoxdur. Çox gözəl, bayıldım mən. Rusca, türkçə bilirəm. Koreya dilini öyrənirəm. İnşallah yaxşı öyrənə bilərsən. Uğurlar. Xoş uğurlar sənə öyrənə bilərsən inşallah. İnşallah öyrənərsən həyatım. Dil öyrənin qızlarım, uşaqlarım, dil öyrənin. Mükəmməl, bəli. Mükəmməl. Zəhimay mənim ağzıma əybiyəy bu da zəhimay. Deyəsən ya da mənim ağzıma əymiyəy. Buna zəhima deyək. Buradan üzümü tutuyam sənə və deyəm ki sən zəhimaysan. Yes. Qaya bax Azərbaycandır. Aylin səni çox sevirəm mən. Mən Aylin də sizi çox səni çox sevirəm. Əslində dostlar, Koreya dili öyrənmək çox asandır. Yəni öyrənmək istəyirsinizsə bir dənə proqram yükləyin. Mən yükləmişəm, öyrənmişəm də. Bəli. Bəli. Uşaqlar, həyatınızda gördüyünüz ən asan dil Koreya dili ola bilər də. Yəni ingilis dili, rus dili ən asan, bizim dildən belə ən asan dil Koreya dilidir. Əlifbasını mən cəmi 1 saat öyrənmişəm. Koreya dilini çox gözəl danışırsan. Hardan öyrənmisən? Koreya hərflərini bilirsən? Koreya dilində çox gözəl danışan yazmısan. Çox sağ ol ilk olaraq. Hərdən öyrənmişəm, səhifədə var videosu. Hərflər də bilirəm, bəli. Və fikri də var ki, Koreya dili haqqında, Koreya dilinin dərsi haqqında bir vlog çəksin. Bəli, bundan sonra çəkəcəm onu da. Koreya dili çox qəşəng danışdı. Çox sağ ol. Məncə də. Sənin dikini nədir? Dilini yazmaq istəyirəm. Sənin dilini yeyərəm. Az nə gözəlsən. Ananla adım Zəhradır. Zəhra öpürəm səni buradan quzum. Amma dikisiniz yox dilimiz. Bir də uşaqla qalanları hamısı smayliklərdir. Çalışın smayliklərin yerinə, smaylik deyirlər də. Stikerlərin yerinə çalışın fikirlərinizi yazın. Çünki biz sizin fikirlərinizdən özümüzə bir dəst ötüyük. Bəli. Hə, uşağı bu ayada ayağımı uzatdım. Çünki ayağım keyidi. Mən də uzadım. İndi hansına çəkiyik? Uşağı, bax bunu oxuyacağım. Hey, nə idi bu? Mən atamın qıcıyam gülməli. Aylin gülməli anlar videosuna. Bunun yorumlarını oxuyuruq. Deməli. Deyir, biri yazıb ki, Bella adlı izləyici yazıb ki, belə dost kimi olan ana qızlara heyranam. Bəli, qızlar, mən də sizə məsləhət görürəm. Mənim yaşıdlarım. Qızlarınızla çalışın, dost olun. Biz Aylinlə rəfiqəyik, ana bala deyilik. Yəni mən Aylinlə həm dostam, həm deyirəm, həm gülürəm. Yeri gəlsə mən o qədər də uşaqlar, yəni o qədər də sərbəst bir uşağını sərbəst saxlayan bir valideyn deyiləm.
Yəni qıraqdan hər şey göründüyü kimi deyil. Ailənin çoxdur qadağaları. Yəni sərbəstliyi o qədər də yoxdur. Amma o lazerdir falandır filan da elə şeylərə mən qarışmıram. Bu arada o tapa bilmədim hansı videoda. Ama bir nəfər yoruma yazmışdı ki, yəqin ki tanıyardı özünə. Yazmışdı ki, mən də böyüyəndə Ülkə xala kimi ana olmaq istəyirəm. Uşağına belə gülməli, sərbəst. Bəli, öpürəm sizi qızlar. Gülməkdən anqırdım, anqırma. Anqırmaq olmaz. Anqırmağa şey Nə, gülməkdən qışqır, balkonacaq qışqır, Ülkə xaya. Ayaq beyanı verməsin, gülməkdən tüsəyəmişəm, tumuzuma eyə. Hamısı gülməlidir məncə də. Gülməkdən evi yedim. Kız evi niye yedin be? Hadi qayırsınız indi siz. Evi yemişə hadi qayırsınız. Hadi yaşlısınız. De bize de. Ailən küçədə hansı iti, hansı bir şey görür, de bize. De bize. Gülməkdən öldüm. Ölməyin, siz yaşayın. Gülməkdən o birisi dünyaya gedib gəldim. En gülməli an, mən adamın qızıyam. Bəyim, mən adamın qızıyam. Bu məyimə məni çox incidir. Mənə an vermir, mənə mandayım vermir. Mənə qoş fındıq qoyub qabağında hamısını da atamayıb. Qoyub qabağında özünü yeyir. Bu pis məyimədir. Bu yana dəyməyin, uşaq yayıb. Bu pisdir. Ay Allah, öldüm gülməkdən. Ölmə. Allah sizi güldürsün. Sizi də. Məyimə mənə 5 ver. Vermir bu mənə 5. Məyimə mənə 5 ver. Məyimə mənə 5 ver. 5 ver. Yox, 5 qızım dərs taxtında verəcəm. Məyimə mənə 5 ver. Bəyim. Şöyle, halal olsun bu anaya. Təşəkkür edirəm, minnətdaram. Maşallah çox gözəl ana qızsız. Göz dəyməsin. Maşallah. Anaya poz verək. Deyildi, saçımı düzəldim. Bəlkə ekran şəklinə qoyayım. Bizim çəkimizi belə çəkib video qoya bilərsiniz. Saçım niyə bəyəm onu? O olmalıdır. O nə düzək koka var orada, heç nə yoxdur. Bizi belə çəkib qoya bilərsiniz Puyofiyevizə. Şöyle belə videolar yenə gəlsin. Gəlsin də o qədəm çəkib ki, o qədəm mənə hər cüyə çəkib, hamamda çəkib, hamamdan çıxanda çəkib, kuxnada çəkib, zadə çəkib, spanda yatanda çəkib, paltamı dəyişəndə çəkib, piyakanlara düşəndə çəkib, hər cüyə çəkib məni. Amma Geçen paylaşmır. dəfə birinə atdım uşaqlar. Prosta orada bıçaq var idi. Mama əlində bıçağı tutub qayıdıb mənə deyirdi ki, mən Əhmədəm, Əhməd. Bıçaq olduğu üçün mən Səsəyəm sizin hamınızı. telif haqqı yedi. Ona görə məcbur atamadım, sildim. Aylin, anan uşaq olan videonun adı nədir? Baxmaq istəyirəm. Seyfəyə giy, o da vayda. Yekə qışsam, giy oya bax. Yox, səhifədə yoxdur. Bunu oradan buradan. Aya heç kimi pərtə yeməsin. Mən pərtə oldum. Sən də sakit dur da yekə havaçı. Ayda öldüm gülməkdən. Ölmə. Güyüşdə yatıblar. Küstüm sizdən, ana baladan hamı ilə danışır. Siz mənlə danışmısınız. Gecələr ağlayacağım. Bu da Puyofi'nin adı. Yetdi gün bundan əvvəl yazıb. Buradan səni çox öpüyəm və 3 dəfə sənin mesajı oxuyam. Küstüm sizdən, ana baladan hamı ilə danışırsınız. Mənlə danışmırsınız. Gecələr ağlayacağım. Ağlayama. Adam ağlayamaz. 7 gündə bu hər gecə ağlayır. Deyil də yayanmışdan. Aylin, ora qar yağıb. Nə qədəm yağıb, dizdəndir. Dəyilsən zəvq deyə bu da qar yağıb. Baysa qayam. Şöyle sizdə qar yağıb. Bu nədir bunlar hamısı qar yağıb? Sizdə qar yağıb. Bizdə yağmır. Yox, sən nəyə görə deyirlər? Videoya. Let it go. Let it go. Ətim töküldü. Pisdir ki yağıyor səni. Cəmaat ayıqlamaq istəyir. Kafeyə çeki ayıqlayasın. Cəmaat sənin durduğu yerdə ətivi tökdü, pul vermədən arıqladın. Əməliyyatlara gedir. Gör nə gözəl insanıq biz. Uşaqlar, öpürük sizi. Let it go. Let it go. Öpürük sizi. Çocuk yayım mənim. Biz dedik Opbayaya, Dəzməyə dedik. Dəzməyə deyəndə ki, evdəyik. Puyosdur, sizdən ayrıyıq. Bu da sizi çoxlu öpürəm, bağrıma basıram. İkimiz də sizi çox sevirik. Lazer şeyinə gələndə, nə deyirlər? Lazer məsələsinə gələndə orada yorumda yazmışam. Kim bilmək istəyirsə girsin, oxusun. Və
gözəl komment yazın. Nəsə deyəcəydim, yadımdan çıxdı. Gözəl komment yazanları yenə dediyim kimi soraqlaşacağam, maraqlanacağam, hədiyyə verəcəm. Öpürəm sizi. Bu arada mənim TikTok səhifəmə çox xahiş edirəm. Burada heç abunə o qədər istəmirəm. Instagram çox xahiş edirəm. Məni sevənlər. Aşağıya da qoyacağım səhifələrin Aylin adlarını. yazacaq ora. YouTube eybi yoxdur. Sizi bağışlayıram. Instagram səhifəmə izləməsəz belə, orada mənə çoxlu tərkiblər atın. TikTok səhifəmə Ulka Aylin tağ eləyəcək. Yedək səhifəmə ikisinə də tərkib atın. Çox xahiş edirəm sizdən və izləmədən çıxartmayın. Qoy qalsın. Hal-hazırda nə qədər Instagramda təqibçim var? Hal-hazırda 1.8 olmalıdır. Çünki 2000-dən düşüb 1.8-ə. Sabaha qədər, bugün ayın 29-udur. Sabaha qədər əgər 3000 olsa, çox istənilən, çox bizdən danışmaq istəyən bir nəfər qızımızı seçəcək və ondan görüntülü danışacaq. Bəli. Mən danışacağım, Ayın da danışacaq. Bəli. Sabaha qədər, sabah bu vaxta qədər 3000 takipçi olsa, sizi özüm zəng eləyəcəm, danışdıracağım. Bəli. Öpürəm sizi. Aylin, sən söz davet edənə. Bye bye. Sağ olun. Zəhimə Aylin. Bezdim, başım getdi.